Azərbaycan bu ölkə ilə quru sərhədi açır. Artıq danışıqlar başlayıb. Bakı və Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər. Bəli. Yeni Sabah verir bu xəbəri. Bu barədə Azad İran Telegram kanalı məlumat yayıb. Bildirilib ki, bu barədə İranın Mədəni İrs, Turizm və Əl İşləri Naziri Rıza Saleh Əmri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə məlumat verib və Azərbaycanın quru sərhədləri qeyd edim ki, 2020-ci il mart ayından bağlıdır. İnşallah gözlənilir ki, artıq Azərbaycan bu ölkə ilə quru sərhədləri açır. Artıq danışıqlar gedir. Təbii ki, İran, Bakı, Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər. Nə gözəl. Vaxt var idi, insanlar gedirdi, gəlirdi. İnşallah bu da olacaq, reallaşacaq.